Deyir qiyamətin günüdür. Bir bəndənin çox çətindir ya valla. Hesab kitabı verilib cəhənnəmə tərəf gedir. İndi yaxşı əməllərdə olub pis əməllərdə. Yaxşı əməlini üstəliyib belə deyib pis əməli. Hardasa Allahın bəzi vaxtlar rəhməti üstür də insana. İndi hansı əməlinə görə Allah buna rəhməti üstüb onu bilmirəm. Amma əməl dəftəri verilir bunun əlinə. Deyirlər gedəndə üzün çevirir, cəhənnəmə tərəf gedəndə deyir, üzün çevirir geriyə baxır bir dəfə. Sonra görürlər ki, üzün yenə çevirdi gedir. Bir neçə addımdan sonra bir də dayanır. Bir neçə addım dayanır, yenə baxır geriyə. Bir neçə addım gedir, bir də dayanır, bir də baxır geriyə. Mən təxminən o İmamların hərəmində bunu görmüşəm. Adam gəlir İmam Rızanın hərəmində dayanır. Axırıncı gün ki vidalaşmağa gedir. Görsən çıxana yaxın dayanır, geriyə bir də baxır. Bir neçə addım gedir, bir də baxır. Sanki deyir ağacan yenə də dəvət edəcəksən, gəlinmi yoxsa yox. İnsan qiyamətin səhnəsində 3 dəfə geriyə baxır. Artıq səs səda gəlir ki, niyə geriyə baxırsan? Deyir, inana bilmirəm ki, məni cəhənnəmə göndərəcəksən. Amma inana bilmirəm. Allah inanmaq istəmirik buna. Sən şahidsən, biz inanmaq istəmirik. Sən o qədər rəhmət və sığınmışıq ki, heç bir əməlimizə güvənmirik. Ya Allah, sən şahidsən, bu qədər gecəsi deyirəm. Mənə qoşulursunuzsa, mən sizin adınızdan danışıram, da böyük bir cürət edirəm. O da Allah bağışlasın, siz də mənə icazə verin. İlahi, heç bir əməlimə mən güvənmirəm. İlahi, belə bir əməlim yoxdur ya, gətirin verim sənə, deyim buyur, bu əməlimə görə məni apar. Neyim də var səndəndir. Amma bir şey bilirəm ki, saf sevmişik Əhl-i Beyti. Demirəm onun tərəfdarıyıq, böyük söz olar, amma sevmişik onları, sən bilirsən ya Rəbbəl aləmin. Biz səmimi ağlamışıq İmam Hüseyin ağaya. Biz doğrudan ağlamışıq xanım Fatıməyə, göz yaşı dökmüşük. Layiq olmasaq da. Deyirlər, o 3 dəfə ki dayandın, bəşər, niyə 3 dəfə dayandın? Deyir, hər üçündə 3 dənə ayə yadıma düşdü. Deyirlər, hansı ayədir? Deyir, elə ki birinci dayandım, yadıma bu ayə düşdü. Və Rabbukel Qafur zur rəhmə. Sən Rəbbin bilirsən nə qədər rəhməti böyükdür. Deyir, səs gəlmədi, getdim. İkinci dəfə dedim, bu ayə yadıma düşdü. Və mən yəxfiru zunub illallah. Allah, məni kim bağışlayar ki səndən başqa? Yenə gördüm, cavab gəlmədi. Axırda bir dənə də ayə yadıma düşdü. Bunlar mesajdır ya bizə, bu ayəni deyə bilərsiniz bu gecə. Dedilər, hansı ayə yadıma düşdü? Qul. Dedi, Allah özü demişdi, bunu ona görə dedim. Qul ya ibadiyəl-ləzīnə əsrəfu ələ ənfusihim la təqnətu min rəhmətillah. Ay günahkar bəndələr, ay üsyan edən bəndələr, Allahın rəhmətindən məyus olmayın. Bunu deyəndə Allahdan səda gələr, dayandırın onu. Mən də deyirəm, indi sizin yeriniz öz yerim. Qul ya ibadiyəl-ləzīnə əsrəfu ələ ənfusihim. Allah özün demişsən. La təqnətu min rəhmətillah. Mənim rəhmətimdən məyus olmayın.